Xoş gördük əziz dostlar. Çətin və qorxulu bir zamanda yaşayırıq. Yəni bugün Azərbaycanda, yəni bilirsiniz, ölkənin başında oturan adam, yəni sənin istəmədiyin adam olanda, cinayətkar olanda, yəni o bütün bu məsələlərdə başı aşağı olanda, dili gödək olanda onu arxalamaq olmur. Məsələn, İlham Əliyev kimi. Məsələn, bugün deyək ki, İrandan gəlib Naxçıvana dronun atılması və mən bugün bayaq biraz bundan öncə İlham Əliyevin o Təhlükəsizlik Şurasının yığıncağının da çıxışına baxdım və o Təhlükəsizlik Şurasında oturan adamlara baxdım, hamısı quldurlar, yəni bu ölkəni çapan, talayan, oğurlayan, yəni indiki duruma gətirən insanlardır, oturublar. Güya prezident danışır, bunlar da nəsə qeyd edirlər, güya ki, nəsə qeyd eləmək lazımdır. Yəni bu saat İranı dağıdacaqlar və İlham Əliyevin də məhz ona meydan oxumağı, düzünü deyim, biraz məni qorxutdu. Nə mənada? Baxın, dünən bu gedir İran səfirliyinə, orada Xameneyi ilə bağlı deyək ki, İran dövlətinə başsağlığı verir. Yəni hamımız bilirik ki, yəni məhz Xameneyi də, İlham Əliyev də, ikisi də eyni quldur idi, eyni öz xalqına, öz millətinə qarşı cinayət törətmiş adamlardır və sadəcə olaraq deyək ki, o başsağlığından sonra bugün İrandan Azərbaycana dron atılmasının özü çox nəsnələrdən xəbər verir. Yəni sən istər-istəməz yəni şübhələnməyə başlayırsan. Bilirsiniz, ona görə şübhələnməyə başlayırsan ki, yəni bu prezident əslində prezident deyil. Yəni bu işğalçıdır. Sən öz dövlətini, öz xalqını, öz millətini işğal edib, zorla onun istəklərini qarşı gedərək, yəni ətrafında topladığı quldurlarla bir yerdə sadəcə olaraq Azərbaycan dövləti adında bir deyək ki, dövləti işğal edib, oturub və oranı öz qanunları ilə Azərbaycan dövlətinin deyək ki, konstitusiyon qanunlarından yox, məhz öz qanunlarıyla idarə edir və sübut eləməyə çalışır. Deyir ki, hər şeyi bu bilir, hər şeyi bu ölçür, biçir və o nə istəyir, eləyə bilər. Və bayaq da təhlükəsizlik yığıncağında danışığından aydın başa düşüldü ki, yəni bu yəni o nöqteyi nəzərdən mən deyirəm qorxuludur. Yəni qorxuludur ki, bizi İlham Əliyev Azərbaycan xalqı olaraq, mən dəfələrlə demişəm, Heydər Əliyev də, İlham Əliyev də bu Azərbaycan xalqını oyuna çəkməkdən yorulmayacaqlar, yorulmadılar. Ona görə ki, hakimiyyətdə qalmalarının başqa variantı yoxdur. Bilirsiniz, yəni ölkədə, regionda, zonada mütləq qarşılıq olmalıdır ki, İlham Əliyevin 21 ildir hakimiyyətdə olması sadəcə olaraq görünməsin. Yəni o nöqteyi nəzərdən təhlükəlidir İlham Əliyev. Və bizim də, baxın, bizim də deyək ki, dəyər saydığımız insanlar, yəni ölkədə 3-5 deyək ki, başı çıxan ağıllı, yəni bu dövlət səviyyəsində nəsə deməyə qadir olan insanlar da oturublar, çəkiliblər öz qınlarında, susurlar və yaxud da danışanda da məhz bugün gördüyünüz bizim hörmətli, yəni doğrudan da şair kimi, yəni şeir yazan adam kimi doğrudan da böyük şair Rüstəm Behrudi. Və mən niyə məhz bugün yazdım Rüstəm Behrudi, get 100 ildən sonra gələrsən, yəni indi devran sənin döyüş. Yəni bugün devran İlham Əliyevindir, yəni bu ölkədə qaranlıqda həqiqət yeganə İlham Əliyev və onun ailəsi və onun ailəsinə daxil olan Alyona. Əsl həqiqət bunlardır, biz həqiqət deyilik. Biz haradasa, deyək ki, qaranlıqda heç kimiş, bizi sayan, bizi millət kimi, yəni insan kimi bir qiymət verən yoxdur. Bilirsiniz nəyə görə? Ona görə ki, biz özümüzə qiymət verməyi bacarmırıq.